Salam, bugün sizə yeni əsərim haqqında danışmaq istəyirəm. Gördüyünüz kimi arxa fonda görünür. Burada nədir? Böyük fincanda qəhvədir, kofedir və arxada məhkəmə zalı görünür və onun simvolu. Bu ümumiyyətlə nə deməkdir bu əsər? Bu ümumiyyətlə əsəri çəkmək mənim ağlıma Şokolad filminə baxdıqdan sonra gəldi. Baxmamısınızsa əgər məsləhət görərdim. Johnny Deppin baş rolda çəkildiyi filmlərdən biridir. Burada deməli söhbət nədən gedir? Kiçik bir şəhər olur. Kiçik bir şəhərdə mer idarə edir bu şəhəri və o qədər qatı qaydalar olur ki, insanlar özlərinə heç bir zövqə icazə vermirlər. Ancaq merin icazəsi ilə kilsəyə gedib gəlirlər və ancaq hər şey onun icazəsi ilə olur və insanların həyatında heç bir zövq yoxdur. Ta ki bir xanım bu şəhərə gələnə kimi, köçənə kimi gəlir orada özünə şokolad dükanı açır. Və şokolad dükanı açıldıqdan sonra artıq insanlara maraqlı gəlməyə başlayır və o kiçik zövqdən başlayırlar yavaş-yavaş gizli-gizli olsa belə ilk növbədə insanlar dadmağa. Artıq daddıqca şokoladı görürlər ki, onlar bu tamam başqa insana artıq çevrilirlər və həqiqətən də filmin sonunda bütün personajlar demək olar ki, dəyişir və Merin özü belə hətta. Burada əslində şokolad metaforik məna daşıyır. Çünki əslində şokolad orada deməli insanların özünə icazə verdiyi kiçik bir zövqdür və mənim üçün də kiçik bu bir zövq kofedir. Həqiqətən də məni tanıyanlar bilir, nə qədər işim olmağına baxmayaraq həmişə özümə o kiçik zövqü icazə verirdim 5-10 dəqiqə gündə olsa belə. Və mənim də bu qatı qaydaları yaradan kilsə olmadığına görə, məhkəmə olduğuna görə, ona görə arxa fonda kilsəni yox, məhkəməni görürsünüz və bu rəsmin adı balansdır. Burada onu demək istəyirəm ki, nə qədər işiniz olmağına baxmayaraq, nə qədər həyatda nə olsa da, siz həmişə özünüzə kiçik zövqləri icazə verin və mənim üçün bu zövq kofedir. Burada da metaforik məna daşıyır. Bəzisi üçün kofe ola bilər, bəziləri üçün şokolad ola bilər, bəziləri üçün gəzinti ola bilər, səyahət ola bilər, hər şey ola bilər. Və demək istəyirəm ki, özünüzə vaxt ayırın. Görün necə həqiqətən də kiçik bir özünüzə vaxt ayırmaqla müəyyən bir zaman sonra özünüzdə dəyişiklikləri hiss edəcəksiniz özünüzdə. Görün necə effekt verəcək. Və sonda demək istəyirəm ki, kofenizi içməyi unutmayın və filmlər haqqında daha çox məlumatlar belə almaq istəyirsinizsə, Telegram kanalına qoşulun, orada daha çox məlumatlar verəcəm. Sağ olun.